Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Observatoriya tərəfindən 2025-ci il üzrə iş elanlarının təhlili aparılıb. FEDAS xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb və qeyd edilib ki, ən çox vakansiya elan edilən sahələr topdan və pərakəndə ticarət, maliyyə və sığorta, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, tikinti sektorudur. Bu sahələr əmək bazarında tələbatın əsas istiqamətlərini formalaşdırır və beləliklə əmək bazarında iş imkanlarının genişlənməsinə ən çox töhfə verən müəssisələr arasında banklar 8,2%, tikinti quraşdırma şirkətləri 6,9%, otellər 4,9% və tədris təlim müəssisələri isə 4,7% yer alır. İşə götürənlərin ən çox ehtiyac duyduğu kadrlar satış təmsilçiləri 8%, mühasiblər 6,6% və satın alma təchizatı üzrə mütəxəssislər 3,2% təşkil edir. Ən çox tələb olunan müstəqil peşələr isə sürücü, aşpaz və elektrik ustalarıdır. Ümumilikdə 264 peşə və vəzifə qrupu üzrə qeydə alınan vakansiyaların yalnız 26,3%-də əmək haqqı açıq şəkildə göstərilib. Orta əmək haqqı 965 manat, median əmək haqqı 800 manat, ən çox təklif olunan əmək haqqı intervalı isə 601-1000 manat arasında dəyişir. Qeyd edilib ki, ən yüksək orta əmək haqqı informasiya və kommunikasiya texnologiyalarında mühəndislik, memarlıq, proqramçılıq və layihə idarəçiliyi sahələrində müəyyən olunub. Təhlillərə əsasən 2025-ci ildə işə götürənlər tərəfindən ən çox tələb olunan yumşaq bacarıqlar arasında ünsiyyət bacarıqları faiz nisbəti ilə üstünlük təşkil edir.